Değerli izleyicilerimiz, biz Qarayevdəyik və beləliklə mənzildə yoxlamaya gəldik. Necəsiz? İşlər necədir? Usta, salam aleykum. Hansı iş gedir bizdə burada? Kafe. Bizdə burada kafe işlərinə artıq deyəsən start vermişik. Ümumi sahəsi 110 kvadrat olan bu mənzildəyik və bu mənzildə bütün təmir prosesi bizim nəzarətimiz altında həyata keçibdir. Mənzilin ümumi sahəsi holdan, zaldan, mətbəx otağından, mətbəxdən, yataq otağından, böyüklərin yataq otağından və uşaq yataq otağından. Beləliklə, dəyərli izləyicilərimiz, biz artıq sanitar qovşaqdayıq və bugünkü mövzumuz mənzillərdə sanitar qovşaqlarının kirama qranitin vurulması, bölgülərin aparılması. 2 dənə sanitar qovşağımız var. bir sanitar qovşağımız var. Mənzildə bir sanitar qovşağı var və bu sanitar qovşağında hal-hazırda kirama qranit mərhələsidir. Üzün saqqalın ağarıb, yoxsa toz torpaq? Tozdur. Ay maşallah, yorulmayasan. Dəyərli izləyicilərimiz, gördüyünüz kimi dizayna uyğun olaraq kirama qranit artıq seçilib. Bütün materiallar alınıb. Hamısı hazırdır. Gedir özü təşkil eləmişsiniz də. Sənin materialın istədiyin materialdandır. Bəli. Yerdə isti döşəmə var. Bəli. Sual nömrə 1. Yerdə isti döşəməni hansı markadan istifadə edirsən? Yəni adi markadan istifadə eləmək. Adi marka deyil. Yəni fərqlidir, biraz fərqlidir. C8'lər var, onlar C8'lərlə istifadə olunur. Çünki kafel atmasın deyə. Göstərə bilərsən o markanı mənə C8-i? Çox dəyərli izləyicilərimiz, niyə bu mövzudan başladım? Bir çox insanlar döşəməyə, yəni kirama qranit vurulan döşəməyə adi markadan istifadə edirlər və usta olmayan ustacıqlar da bunu demirlər. Çünki bilmirlər, bilmədiyi şey necə desin. Dəyərli izləyicilərimiz, bu bizdə adi markadır, yəni keramika yapışdırıcısıdır. Bu isə bizdə C8. C8 harda yazılır? C8 materialı deyil. İndi başqa bir şey fərqlisi. Ha, yəni bunun iminli şey içindir. Yəni bu isti döşəmə üçündür. Bəli, isti döşəmə. Çox dəyərli izləyicilərimiz, yəni bunun markasına fikir verməyin. C8 sadəcə olaraq artıq markanın deməli göstəricisidir və belə markalar vurulur harda? Mütləq qayda isti döşəmə olan yerlər. Necə? Teplopol olan yerlərdir. Yəni ilıq döşəməyə mütləq qayda həmin bu markalardan vurulmalıdır. Keçək. Deməli, marka ilə danışdıq. Bizim anladığım qədər sən artıq bura izolatex vurmusan. Bəli, izolatex. Çox dəyərli izləyicilərimiz, gördüyünüz kimi divarımızın bir hissəsi bizdə. Deməli, dəyərli izləyicilərimiz, burada alçıpandan istifadə eləmişsən. Bəli. Və alçıpanın üstündən bildiyin izolateksi vurmusan, düzdürmü? Elədim. Amma bəzi yerlərdə izolatex qalıb hələ səndə orada. Bu patoloqa qədər olan yerlərdə də elə də ehtiyac yoxdur. Oralar çox nəmişli. Paylarda, əsas rütubət olan yerlərdə. Bəli. Bəs sanitar qovşağının içərisində izolateksi nə qədər vermirsən? Yerdən hündürlüyü? 60 sm bura qədər 60 sm. Dəyərli izləyicilərimiz, normaldır. Mənim üçün qəbuldur. İzolateksi yerdən 60 sm hündürlüyündə sanitar qovşağın perimetri boyunca artıq vermişdi. Bu bizə nəyə şərait yaradır? Bu bizə şərait yaradır ki, aşağıdan bütün rütubət, nəmişliyin hamısı yuxarı qalxmaması və qonşu divarları və əks tərəfi də islatmamaq üçün. İzolateksi bir qat vurmusan, 2 qat. 2 qat. 2 qat. Arasında nə qədər fasilə vermirsən, vaxt fasiləsi? 4 saat. 4 saat arasında quruması üçün. Yəni birinci fazanı vurdun, gözlərdən 4 saat və üstündən 4 saat keçdikdən sonra ikinci mərhələni vurmusan, düzdürmü? Bəli. Hə? Tam quruması bir sutka gözlənilir. Tam vurması olsa 1 sutka olur. 2 sulo, yəni 4 saatdan sonra tam şəkildə yenə də vura bilərsən. Tamam. İzotexin özü bir sutkaya ancaq quruyur. Burada künclərdə səndə hanı bəs? Setka. Setka bəli. Amma söz yoxsa yox. Setka var. Hardadır baxmaq olar? Ora çatmamışam deyə ona da setka vurmamışam. Yəni vura bilərəm. Mütləq vurmalısan. Bu bir şərtdir. Yəni sən setkanı vur, matanı vur, üstündən izolateksi vur, mən onu görüm. Yəni mənim üçün böyük bir məna kəsb edir. Sən 45 dərəcələr kəsməyində ola bilər, ideal ola bilər, amma 45-lərin ağızlarının bərkidilməsi və yaxud necəsə bir problem olarsa, bu alçıban artıq o bərbad günə düşəcək. Çox dəyərli izləyicilərimiz, stıqlarda, yəni birləşmə nöqtələrində setkanın vurulması və onun üzərindən izolatekslə bağlanılması bu bir şərtdir. Tamam, çıxar ki, bura sən setkanı vurdun, üstündən izolateksi elədin. Ondan sonraki mərhələ nə olacaq? Kafel 45 qradus kəsiləndən sonra onların hamısı epoksid zaterka ilə bağlanılır ki, su keçid içərsə gipsə kardonu alçıbanı ıslatmasın deyə. Mən səndən tam razıyam. Bu işlərin hamısını gördükcə mən bu videoları çəkib paylaşacağam, okey? Danışdıq. Bu nə bölgülərdir eləmişsən? Biri bura düşüb, bir dənə qusaq bura düşüb. Yox, bir dəqiqə. Bunu da qoyduq qırağa. Bura tam kusok vermişsən. Bura belə kusok vermişsən. Yəni bunu как ты можешь это объяснить?
Burada indi görünə bilər aşağıda beləcə. Yuxarıda bunların bölgüləri var. Karandaşla izləmişəm. Bu gələcək buradan bütöv çıxacaq bura. Belə kəsinti olacaq. Tamam. Belə bütöv kəsinti belə gələcək. Yəni yuxarıya qədər hamısı bütöv qalacaq. Yəni mən başa düşdüyüm qədər sən burada deməli buradan bura 60 santımız var bizim. 60-ın 1.20-yədir. Bəli, bəli. Hətta 1.20-nin 60-a. Sən növbətisini eləmirsən bunu da gətirib harasa çıxartmısan bura. Ondan sonraki 60 və ondan sonra çıxan kuşoku hesablayıb. Yəni belə deyək, yuxarıdan biz baxanda 60 görsənəcək. Bütöv kabellər görsənəcək hamısı. Ano səhətləşdir. Deməli, sənin elədiyin bu işdə bir ideya var. Sənin elədiyin bu işdə bir düşüncə var. Yəni bir tvorческий подход deyirlər də buna. Yaradıcı yanaşma var. Молодец. Bu sənin özünün qoyduğun təşəbbüsdür və təşəbbüsün təqdirə layiqdir. Qədər. Bəli, bəli, şkaf olacaq. 45 qradusda şkafın tam qıraqları yığılandan sonra ortası bir dənə buralar mətanətlə bağlanacaq. Şkaf bunun içinə keçəcək. Əla və şkafımızın bir gözü və iki gözü hər ikisi bu xətlə tamamlanacaq. Düzdürmü? Bəli, bəli, tamamlanacaq. Düz. Alçıpanı bağlayıblar divarlara. Karkasla bağlayıblar təbii ki, profilindən. Bax burada da müəyyən yerlər var. Aralı olan yerlər var. Bu yerlər hansı formada bağlanacaq? Setka ilə, mətanətlə bunların hamısı bağlanacaq. İzolatex də vurulacaq üstündən. Ondan da yəni bərk olacaq yerlərinə. Tamamdır. Mütləq qaydada bu işlər görüləndə videosu çəkilsin, açılsın mənə. Mən bunu şəxsən özüm görməliyəm. Bütün bu istiqlarda aydındır? 100%. Əla. Bunu çəkən digər bir məqam var mənim. Döşəmədə, yəni isti döşəmə. Buranın da matasını həmən o İsti döşəmə olan. isti döşəmə matası ilə həll eləmisən. Yəni divarların matası ayrı, içərisinin ayrı. Divarların burada bir dənə, yəni həmin o istipol olan mətanətdən vurulub. Burada da şey var, suşulka var. Altda istipoldur, yəni divar özü istipoldur bura. Ha, burada Bura istifadə olunub ondan. anlaşıldı, Bəli. anlaşıldı. Bir sualım lazerində qoymusan artıq. Çox dəyərli izləyicilərimiz, keramorqanit quruluşu zamanı lazerdən istifadə etmək artıq bir şərtdir. Yəni xətlərin, bölgülərin düzlüyü aparılması bir şərtdir artıq. Sən 45-i görürəm. Çox dəyərli izləyicilərimiz, artıq 45 dərəcə ilə kəsmək bu günləri Bakı şəhərində elə bir problemli bir şey deyil. Yəni çox asandır bu işi həyata keçirmək. Sadəcə olaraq gərək düzgün adama, düzgün vaxtı, düzgün müraciət edəsən. Vəssalam. Bu qədər sən burada bir balaca fərqli döşəmə eləmisən. Döşəmədə fərq nədədir? Bax, çox maraqlıdır. Səndə burada uklon varsa, burada bir də bunu niyə sındırmısan belə? Və ən maraqlı məqam, aşağı gələ bilərsən. Və ən maraqlı məqam, sən bunların hamısını niyə belə skoçla bağladın ki? Yəni, bu günə ki, mənim getdiyim sanitar qoşa bir çox sənətkarları mən çəkmişəm. Amma belə bir skoçla bağlamaq birinci də səndən görürəm. Bu deyəsən, Rusiya praktikasıdır. Rusiya praktikası deyəndə, yəni bunun üstündə pol birinci vurulub. Sonradandan, yəni şovların heç biri dolmasın deyə. Bunları skoçlayıram mən. Çox vaxtı bəzi ustalar var, fərqi yoxdur. Bunu eləmirlər, amma sonra mən gözümlə görmüşəm ki, lagonda ilə bir də bunun ağzını açırlar. O keramogranitdə olmaz o şey eləmək. Çünki çat düşür qıraqlarına, çıt düşür Həri, qıraqlarına. açırlar onu. Hə. Olmaz. Yəni zafirka olanda, yəni o görünəcək, bilinəcək, yəni çepel. Yəni çox dəyərli izləyicilərimiz, sizi də keramogranitiniz vurulandan sonra əgər usta bunun altında sürpriz edib gizlətməyibsə, təbii ki, sən də gizlətməmisən. Aça bilərəm. Aça bilərsən, hə? Hə, bildi də üçün soruşuram. 100%. Bir də aç görüm. Aç, tap görüm onu. Əziyyət verirəm, amma tap. Yaxşıdır, yaxşıdır. Söp. Kifayətdir. Kifayətdir. Söp, ətlişdir. Çox dəyərli izləyicilərimiz, ustamız bu hissələrin ağzını ona görə bağlayıb ki, vaxtı zamanı çatanda bunların arası xüsusi dolğu ilə doldurulan zaman bax bu formada açıq qalsın ki, rahat da dolsun. Yəni bunun yerinə palçıq, sement və digər zibil dolmasın ki, sonradan bunu təmizləyəndə keramogranit zədələnməsin. Düzdürmü? Düzdür.